İsmailov İbrahim, Facility Management Group komandasının kapitanı. İlk öncə Vüsal bəyə çempionat təşkil edildiğine görə dərin minnətdarlığımızı bildiririk. Yenidən gözəl çempionat təşkil edib, ənəvə olaraq biz də hər il çempionata qoşuluruq. Bugün birinci oyunumuz idi. Əfsuslar olsun ki, məğlub olduq. Amma irəlidə inşallah iddialıyıq və oyunumuzu göstərəcəyik. Komandamızda yeni yaranıb, biraz anlaşılmamazlıqlar yaranır arada. Paşıq Bey komandasını təbrik edirəm. Layiqli qələbə qazandılar. Bizə göstərilən dəstəyə görə rəhbərliyə dərin minnətdarlığımızı bildiririk. İnşallah ümidlərimizi doğruldacaq. İlk öncə rəqibi də təbrik edirəm. Çox maraqlı oyun keçdi. Çox güclüdülər və uşaqlarımızı da növbəti oyunlarda uğurlar arzulayıram. Çox güclü, yəni rəqibə qarşı oynadılar və qalib gəldik. Yox, qələbələr sağlamışıq, amma digər rəqiblərə də baxmışıq ki, həqiqətən də çox güclü rəqiblər var və çalışacağıq ki, günü-gününə hər oyuna da həm məşqlərdə, həm taktiki bilgilərdə uşaqları aşılayaq və gələcək oyunlarda da çətin rəqibləri üstələnmək üçün əlimizdən gələni edəcəyik. Çox sağ olun. Bəli, ilk oyunda biz istədiyimiz nəticəni əldə edə bilməsək də, komanda ruhu yenə də yüksək qalmaqda idi və belə də davam edəcək. Bu oyuna hazırlıydıq və bu ikinci turda artıq nəticə əldə edə bildik. Mən komandanı təbrik edirəm, rəqib komandaya təşəkkür bildirirəm oyuna görə. Və oyun maraqlı idi, gözəl idi. Bundan sonra da belə davam etməsini arzu edirəm.